Salam kanalımızın değerli izleyicileri. Power BI kursumuzun bu dersinde Power Query Editor'da data types'lara bakacağız. Numune Excel faylımızı açırıq və Power BI Desktop Editor'umuzu açırıq. Excel faylımızı buraya yükləyəcəyik. Burada data sheetindədir və biz də buradan data sheetini seçib transform data edirik. Və baxın, burada sütunların tipləri var. Bunlara baxmışdıq biz. ABC text tipini bildiririk. Misal üçün 1-2 decimal number, yəni onluq kəsir tipini bildiririk. 1-2-3 tam ədəd olduğunu bildiririk. Bu şəkildə. Mən gəlirəm transform tabına və burada data type var. Baxın, bu konum. Sütun seçili halda data type text göstərir. Deməli, bu sütun tipi nədir? Text. Burada həmçinin textdir. Yəni misal üçün burada bu sütuna o number tam ədəddir. Və həmçinin bu. Bu decimal numberdir. Onluq kəsir ədəddir. Həmçinin bu sütun onluq kəsir ədəddir. Deməli, biz buradan sütun üzərində sütunu seçib transform tabında any konum blokunda data type'dan baxa bilirik. İndi misal üçün buradan dəyişmək istəyək. Tutalım ki, bura görürüz text tipindədir. Dəyişib eləmək istəyirəm o number. Burada deyir ki, replace current və any new step. Cancel binary imtinadır. Buranda imtina etməkdir. Təkrar seçim onu. Burada add new step'ə baxaq. Add new step seçirəm. Baxın, tipin dəyişdik teksti. Birincisi tam ədəd tipinə. Rəqəm tipinə dəyişməyə çalışdıq. Error verdi. Çünki teksti rəqəm tipinə dəyişmək olmaz. Bunu bilirik. Və add new step'də nə elədi? Burada baxın, applied steps'də biz demişdik ki, attığımız hər addım, yəni etdiyimiz hər bir dəyişiklik Power Query Editor üzərində olan hər bir dəyişiklik burada qeyd olunur. Baxın, yeni bir step, yəni addım yaratdı. Buradan x ilə bağlayıram və təkrar gəlib bunu ondan bir edirəm. Edirəm replace current. Yəni baxın, bu səfər yeni bir addım step yaratmadı. Olan cari addımın üzərində dəyişikliğimiz etdi. Və yenə təbii ki, text tipində məlumatlar olan bir sütunun tipini number tipinə dəyişməyə çalışdım deyə error çıxdı. Errorun səbəbində bildik, texti number'a çevirmək olmur. Misal üçün, mən buradan bunu qaytarım edim. Text replace current düzələcək. Gəlin bir neçə belə sütunu bilərəkdən biz körünləyək və sonra onu düzəltməyə baxaq. Bunu edirəm. O number replace current error çıxdı. Həmçinin bunu edirəm. Misal üçün decimal number replace current, bu da error çıxdı. Bir neçəsini belə dəyişək. Date sütunun misal üçün tarix tipində məlumatlar olan sütundur. Dəyişək edək percentage, yəni faiz tipində current step etdik. Buranı date etmək istəyək. Baxın, hamısını qarışdırdım. Məsələn, bu error olan birinin üzərinə gəldim.
Burada edirəm detect data type. Yəni data type-ı özün avtomatik təyin et. Baxın, error yenə düzəlmədi. Bunu ancaq necə dəyişmişiksə, yenə qaydada qaytarmaq demək üçün lazımdır. Qaytardıq. Misal üçün bunun üzərinə gəlirəm. Vururam detect data type. Baxın, data type-ın özün avtomatik təyin et. Normalda bu data type-ı özü avtomatik təyin etmək üçün olan bir düymədir. Detect data type. Misal üçün burada. Demək ki, biz necə dəyişmişiksə, eyni qaydada onu geri qaytarmalıyıq. Misal üçün, bunu deyirəm text tezdən qayıtdı düzəlt. Date'də detect data type görürsü yenə qaytarmadı. Bunu edirəm. Date tipində replace current qayıdıb düzəlt. Month number bunu edək. Tipim misal üçün percentage yoksa error çıxdı. Seçirəm detect data type edirəm. Yəni baxın, yenə düz seçmədi. Deməli necə etmək lazımdır? Buradan dəyişmək lazımdır. Bizdə detect data type sütunun tipinin avtomatik özü seçməsi üçündür. Gəl mən bunu buradan yığışdırım və yenidən home tabından əlavə edək. Datanı seçdim. Baxın, sütunları avtomatik özü seçməsi üçün detect data type vururuq və özü əgər hər hansı burada bir yanlışlıq varsa özü təyin edir. Tipi dəyişməyə də bildik. Buradan baxın, iki hissədən ibarətdir bu düymələr. Biri solda olan bu hissə, üzərinə gəlib klikləyirik və burada çıxır. Buradan dəyişə bilərik. Həmçinin buradan dəyişə bilərik. Həmçinin üzərində konumun üzərindəykən mouse'un sağ düyməsini klikləyib, baxın buradan da change type-ın üzərinə gələndə alt menü çıxır buradan. Buradan da cari tarixin nə seçili olduğuna baxa bilirik. Həmçinin gəlin burada baxaq. On number'dır. Tam ədədlərdir. Burada baxaq. Decimal number'dır. Onluq kəsir ədədlərdir. Baxın, date. Date tipindədir. Və sütunların adlarını dəyişməyə baxaq. Rename. Rename edirik. Burada seçili vəziyyətdədir. Baxın. Segment plus edirik. Enter vuranda yenə dəyişir. Həmçinin üzərində mouse'un sol düyməsini 2 dəfə klikləməklə baxın, ümumiyyətlə burada da istənilən bir yerdə Windows'da bilinir ki, üzərində mouse'un sol düyməsini 2 dəfə klikləyəndə faylların, qovluğun adını dəyişmək mümkündür. Burada da etmək olur. Baxın, misal üçün məndə query'min üstünə gəlirəm. 2 dəfə kliklədim. Dəyişdim. Yine bunu
eyni figürü gördüğünüz kimi seçirik və dəyişirik. Deməli, bu dərs biz data type öyrəndik. Detect data type avtomatik seçirdi. Rename də adı dəyişmək üçün idi. Hər hansı bir sual olarsa videonun altına rəy bölməsinə qeyd edə bilərsiniz. Hər dərs olduğu kimi bu dərsdə istifadə etdiyim Excel faylını videonun altına yükləyəcəm. İstəyən hər kəs oradan yükləyib faydalana bilər və əgər videoların faydalı gəlirsə, bəyənməyi, rəylər yazmağı və kanalıma abunə olub paylaşmağı unutmayın ki, çox insan baxıb faydalana bilsin. Növbəti dərslərimizdə görüşənədək.